Salam, hər vaxtınız xeyir. The agreement of the predicate with the subject. Yəni mübtədə ilə xəbərin uzlaşması mövzusuna baxırıq. Birinci və 10-cu sualları təhlil edəcəyik. Burada asan mövzudurmu? Bəli, asandır. Sadəcə olaraq sözündən əvvəl gələn mübtədənin yerini müəyyənləşdirib həmin o mübtədənin xəbərlə uzlaşmasına fikir vermək lazımdır. Yəni xəbər nədirsə, mübtədə odur demək deyil. Mübtədə nədirsə, cəmdədirsə xəbər cəmdə, mübtədə təkdədirsə xəbər təkdə olacaq. Yəni mübtədə xəbər arasındakı uzlaşmanı müəyyənləşdirmək üçün birinci mübtədəni tapıb onun təkdə cəmdə olmasını bilmək lazımdır. Bəs mübtədəni necə tapaq? Mübtədə nə ilə ifadə olunur? Onları bilsək və mübtədənin hansı hallarda cümlənin əvvəlində nələrdən sonra gəlir, nələrdən əvvəl gəlir, bunları bilsək, məncə o qədər də çətin bir mövzu deyil. Birinci suala baxırıq. Birinci sualımız burada gördüyünüz kimi sözönlü bir mübtədə quruluşudur və sözöndən əvvələ baxaraq mübtədəmizi tapırıq ki, the tripdir. Yadınızda qalsın. Sözönü varsa cümlədə, ondan əvvəlki söz sizin mübtədə funksiyanızdadır. Ona görə də trip təkdə olduğu üçün were-dur, are-dur, were-dur, have-dir. Bunlar bilirsiniz də cəm xəbərlərdir. Bunlar olmaz. Is-dir, does-dır, was-dur. Bunlar isə tək xəbərlərdir. Ona görə burada cavabımız tək olan was-dur. İkinci suala baxırıq. Yenə to var, yenə sözönü var. Sözöndən əvvəl ansa cavab təkdədir. Ona görə yenə tək olan C variantıdır. Üçüncü suala baxırıq ki, burada artıq ikili birləşmədir. Close shop. İkili birləşmədə ortada əgər sözönü yoxdursa, onda bizim mübtədəmiz, yəni ən sonuncu sözdür. Ən sonuncu sözümüz nədir? Təbii ki, boşluqdan əvvəl shopdur. Shop təkdə olduğu üçün were ola bilməz və are ola bilməz. 2, 3 və 4 olacaq. Cavabımız isə Y variantıdır. Bəs burada sual oluna bilər ki, will be təkdədir yoxsa cəmdədir? Hər ikisi ilə də işlənə bilir. Bir şərtlə ki, will'in yanında be-si olsun ya da hər hansı bir əsas feil olsun. Məsələn, will go, gedəcək. Və yaxud da ki, will be, məsələn, beautiful, gözəl olacaq. Be burada əsas feil funksiyasındadır. Dördüncü sualda yenə ikili birləşmədir. Disk sözünə baxırıq. Çünki ikili birləşmədə əgər ortada sözünü yoxdursa, yenə təkrar eləyirəm. Burada ikinci bizim əsasımızdır və mübtədənin əsas hissəsidir. Ona görə də ondan gedirik. Was ola bilməz, cəmdə olduğu üçün 2-ni götürürəm, 3-ü götürürəm, bir də 4-ü götürürəm. Həz də ola bilməz. 2, 3, 4 cavabımız Y variantıdır. 5-ci sualda yenə ikili birləşmədir. Burada da yenə gördüyünüz kimi ikili birləşmədə ikinci tərəf cəmdə olduğu üçün is getdi və was getdi. Cavabımız 1, 3 və 5 C variantıdır. 6-cı sualda isə yəlik əvəzlikli birləşmədir. Yenə yəlik əvəzlikli birləşmədə də apostrof S-dən sonra olan bizim mübtədəmizdir. Yəni plays, Shakespeare-in əsərləri və yaxud da ki, nə bilim o plays, nə deyirlər, teatrda oynanılan tamaşa mənasında gedir burada, tamaşaları. Ona görə də tamaşaları cəmdə olduğu üçün həzdir, izdir gedər. 1-lə 4 cavabımız D variantı olar. 7-ci sualda yenə yəlik əvəzlikdir. Novels, novelləri, yəni ki, romanları. Ona görə burada da baxıram ki, cəmdədir. Həzlə iz gedir. 2, 4 cavabımız Y variantıdır. 8-ci sualda isə burada tapmağa çalışaq. Method sözü təkdə olduğu üçün yəlik əvəzliyindən sonrakına baxırıq. Təkdə olduğu üçün 1 ilə 2 cavabımız A variantıdır. 9-cu sualda isə yenə yəlik əvəzliyindən apostrof S-dən sonrakı sənin mübtədəndir. Performance sözü təkdə olduğu üçün izlə yəqin ki, was olacaq burada. Həz gördüm. Aha, 2 ilə 4 cavabımız C variantıdır. Are-la were ola bilməz. 10-cu sualda isə bir şey diqqətinizə çəkmək istəyirəm ki, burada oflu birləşmə görürəm. Okay, birinci tərəfə baxacağam. Amma əgər bu the times sözü cümlənin mübtədəsi funksiyasında olsaydı, böyüklə yazaq, times sözü cümlənin mübtədəsi funksiyasında olsaydı, burada S şəkilçisini görüb tez gedib xəbəri cəmdə götürməyin. Çünki biz bunu kitabdan da öyrənirik ki, əgər xüsusi isimlər cümlənin başında
cəm formada da verilsə, xəbərimiz təkdə olur. Bir də məsafə bildirən pul vahidləri də, bunlar dollars məsələn, euros və sair. Cəmdə olsa da bunlar xəbər təkdə götürülür. Çünki ümumilikdə bir məfhumu ifadə edir. Xüsusi isimdir. Məsələn, bir dənə kitabın adı The Times kitabıdır məsələn. Qəzetin adı məsələn The Times qəzetidir. Burada Times sözünün cəmdə olması qəzetin cəmdə olması mənasına gəlmir. Ona görə təkdə götürəcəksiniz. O, bir xüsusi nüansa da diqqət yetirməyinizi istədim. Amma burada the copy təkdə olduğu üçün is-lə was 1-3 cavabımız C variantı. Çox asan bir bölmədir, yəni asanlıqla da yaza bilərsiniz, amma diqqət səhvləri etmədən çalışın yazın.